9 mart 2026-cı ildə Azərbaycan dilindən buraxılış imtahanına düşmüş 37 nömrəli suala baxırıq. Deyir ki, nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikirlər. Gəlin baxaq. Nümunələrin hər ikisinə aiddir. Nümunələrin yalnız birinə aiddir. Baxaq. Nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Varmı? Var. Gəncliyim, şərəfim, müqəddəratım. Bunlar həmcins mübtədalardır, bir xəbərə tabedir. İkincidə isə nədir? Qayıt və qoy. Bunlar da həmcins xəbərlərdir. Bir də ayı və günəşi. Bunları da götürürük. Nümunənin hər ikisinə aid olduğu üçün bunu doğru götürürük. 1. 2. Baş üzvlərdən birinin həmcinsliyi var. Aha. Baş üzvlərdən hansılarının həmcinsliyi var? Birinci nümunədə mübtədaların həmcinsliyi var. İkinci nümunədə xəbərlərin həmcinsliyi var. Aydındır? Bu fikir doğruda hər ikisinə aiddir. Birinci nümunədə mübtədaların, ikinci nümunədə xəbərlərin. Düzdür bu fikir. 2. 3. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Yanlışdır. 3. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Birinci nümunədə var. Mübtədalar həmcinsdir, uzlaşma əlaqəsi var, xəbərlə uzlaşır. Lakin ikinci nümunədə yoxdur. Biz bunu görə bilmərik. Niyə? Çünki ikinci nümunədə xəbərlər həmcinsdir. Həm xəbərlər həmcinsdir, həm də tamamlıqlar həmcinsdir. Çünki ikinci nümunədə həm xəbərlər, həm də tamamlıqlar həmcinsdir. Bu yanlış fikirdir. Sualın şərtini ödəmir. Keçirik sağa. Nümunələrin yalnız birinə aiddir. Baxın, yalnız birinə. 4. İki fərqli cümlə üzvü həmcinsdir. İkinci nümunədə xəbərlərlə tamamlıqlar həmcinsdir. Bura baxın, bir də bura baxın. Həm xəbərlər, həm də tamamlıqlar həmcinsdir. Birinci nümunədə yalnız və yalnız mübtədalar həmcinsdir. Deməli 4-ü götürürük. Çünki yalnız birinə aiddir, ikinciyə aid olur. Bunlar ikinci nümunəyə aiddir. 5. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Aha. Gözüm nuru, könlüm atəşi mübtədalara oxşuyur. Lakin bunlar mübtəda yox, xitabdır. Xitablar da həmcinslik yarada bilmədiyi üçün bu fikirdə yanlışdır. 6. Həmcins tamamlıqlar işlənmişdir. İkinci nümunədə işlənib. Ayı və günəşi. Bunlar həmcins tamamlıqlardır. Digər nümunədə isə yoxdur. Aydındır? Yalnız birinə aid olduğuna görə də bunu da götürürük. Cavablarımız 1, 2, 4 və 6. Cavab B bəndi. Onu da qeyd edim ki, son vaxtlarda tam səmimi deyirəm, buraxılışa düşmüş ən çətin sual idi. Digər sualların da izahlarını yavaş-yavaş paylaşacağam. Uğurlar hər birinizə.